Bugün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və İrəli İctimai Birliyi ilə birgə keçirilən konsertə xoş gəlmişsiniz. Həmişə olduğu kimi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və İrəli İctimai Birliyi gənclərə həmişə dəstək olublar. Və bugün də biz gənclərə dəstək olduq və görürəm ki, qonaqlarımız səfirlərdir. Xoş gəlmişsiniz hər biriniz. Və indi isə konsertə keçib etməmişdən öncə sözü vermək istəyərdim. Qırğızistan Respublikasının Azərbaycandakı səfiri Maksat Mamıtxanov. Buyurun, söz sizindir. Geçip koyarlar, ben Kırgızca söyleyeyim. Azerbaycanca köp söyleye almayız. Biroq Kırgızca söylesek, barımız Türk dilde ellerimiz. Bizden Kırgız dilimizin jarmısını düşünüyorsunuz. Onun için ben jay söylesem, bizim sözlerimizin köpçülüğü sizlerge tanımal olur. Onun için bugün mınaki, bizden jaş, komuşçuğuz, özünün önörün görsetem de bağırdılardı bir yakka çakırtıp, gelgenlerge çok rahmat. Uşul jaş, öz kelatkan, öz külümdün jasavatkan işin koldap bağırız. Uşu yakka gelip, dağı bir sıyra, bundan arıдағы özünün mümkünçülüklerini örkündetsin dep, barı sözümüzdün kaloo tileklerimizi aytıp keteli. Oşon üçün köp süйлöbeyinдағы erterek başlaylı dedegelep bar geçip keliptir. Oşon üçün köp söz kılbay, erterek muzikаны uğalı, komuzdu çersin balabız. Makulu, gelgile, çakırıp koyalım. Çok sağ olun, minnettarım. İndi isə sözü vermək istəyirik Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Alim Bayev. Hayırlı gün, hürmetli dostlar. Biz Adnan ile yəqin ki bundan neçə bir 2-3 yıl bundan qabaq tanış olmuştuk. Çok beğenmiştim ben bizim gencimizi. Çok istedatlı, musiki bakımından hem de diğer cihetlerden çok istedatlı gencimizdi. Kazak müziğine, Kırgız müziğiyle çok maraklanır ve doğrudan da bu cavan yaşına bakmayarak güzel uğurları var bu yolda. Ben bilirim ki mektebi qutarandan sonra da Kazakistan'da təhsilini Kazakistan'da devam ettirmek istiyor. Biz de sefirlik olarak nazirimizle de tanıştırmıştık. Evet. Yüksek Təhsil Nazirimizle kömək eləyəcəyik Adnan'a inşallah. Bu tedbirinde güzel geçmesini arzuluyorum ve sizlere de böyle genç, cavan istedatlara köməkçi olduğunuz için sizlere teşekkür ederim. Çok sağ olun. Sağ olun. Çok sağ olun, minnettarım əziz səfirlər. Çok güzel, değerli sözleriniz üçün sizə təşəkkürümüzü bildiririk və sözü verməyi istəyərdim. İrəli İctimai Birliyinin rəhbəri, Solo Gəncliyin rəhbəri Nihat mənim. Buyurun, söz sizindir. Əziz hörmətli qonaqlar, hər biriniz xoş gəlmisiniz. İrəli İctimai Birliyinin və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən Solo Gənclik layihəsinin bugün 24-cü görüşündə toplaşmışıq. Bugün olduqca, mən düşünürəm ki, yalanmaqlar olduqca xüsusi bir gündür. Çünki bugün Qazaxıstan və Qırğızistan milli alətlərini dinləyəcəyik. Əvvəlcə layihə haqqında danışım. Solo Gənclik layihəsi 2024-cü ilin noyabr ayında başlamış bir layihədir və biz bu layihəyə başlayarkən əsas məqsədimiz bu olub ki, hələ səhnə təcrübəsini yaşamamış, səhnə təcrübəsini yaşamaq istəyən gənclərin təcrübələrini artırmaq, onları real tamaşaçılar qarşısına çıxarmaq olur. Bugünkü alətlərimiz domburadır, komuzdur və digər adıyla üçüncü alət necə adlanır? Abay domburası. Abay domburası adlanır. Mən düşünürəm ki, bu alətlərin yaşadılması sadəcə ümumi Türk mədəniyyətinə təsir deyil, müsbət təsir deyil. Həm də elə öz mədəniyyətimiz üçün, milli Azərbaycan mədəniyyəti üçün çox müstəsna bir rola malikdir. Çünki Dəli Qorqud dastanı var, hardasa biz 13-14 əsr əvvələ getsək,
Qopuzun adını indi leksikalar dəyişir müəyyən müddətdən sonra dastanda qopuz olaraq adlandırılır bu ad. Hal-hazırda isə qopuz olaraq səhvlərimizi adlandırırıq. Hətta biz Dədə Qorqud dastanına tez-tez bulmaqla rast gəlirik və dastanların birində, boyların birində boy igidlərindən, qəhrəmanlarından Səqrək Əqrəqə deyir ki, mərə kafir, əgər sənin əlində qopuz olmasaydı, səni parça-parça edərdim. Biz buradan Dədə Qorqud dastanından görə bilirik ki, hələ o dövrdən, yəni 13-14 əsr əvvəldən bu alətlərə xüsusi hörmət olub. Sözü çox uzatmaq istəmirəm. Bugün istəyirəm ki, biz maksimal şəkildə daha çox musiqidən zövq alaq, musiqini dinləyək. Ona görə səhnəyə dəvət edirəm Adnan Əmrini. Hoş geldiniz. Hoş gördük. Ulu Turan məngilik, Ulu Turan əbədidir. Deftərə alınıb. İndi isə Manas dastanının Qurmanbek eposunu dinləyəcəksiniz. Kırgız Kıpçak elinde, Kırban
kırçınlaşıp kalmağa kızıl kırığın salılasam Kurbanbek atım atamdan kurusun benim damazam kanın alın jigitler kara tamlay kalmakka öt çalmınay güçmeni ötkönmüştün almağa öksüdön geldin ayına ötkönmün ömin alga tuğan elin nubalı mene kandı bühtatat munda işti olumson ey kanday batırtın şatan Yeniden жалғыз туылып Ерестерге мен жеттім Жалынды ердің белгісің Қаламай мұзық жол едің Басташқан дұшманы екен Алталайлы нечеттің Тұйғындарым жүрілдің Дұшманын көзін қаратпай Тұлғы түрінші қалып Дүние мүлкін қаратпай Ұлалын ойлан билерген Ұлтыдан безен таң атпай Айланайым қырт жегін Атынып шықсақ жол болсын Қалдан жолын жалар жаны Қырт жегітсің жолдашым Мен айтқан құлақ салғыла Қырт жегейдің қалғыла Мен тиреген қыл келді Мен шығайым артына Қаншығын берсе қалмақтар Арқамнан беріп бардыла Аймақтар қылышы найзалы Қырғызшар жер қандай Қылқылдаған жол келіп Қырғызшар жер қандай Құрыш болсақ барымыз Батырды тақты алыпыз Еш дұшманға ұрғылғамын Елдасырап бағамын
bergen olmagan günümde Yüreklerim götergen ay soğuslardan duş bergen Öttürgen donlara Yüreklerim götergen soğuslardan duş bergen Öttürgen donlara Bütün Türk dünyası bilir, Türkiye'den tutmuş Kazakistan, Kırgızistan, Azerbaycan. Demek var ki bütün Türk dünyası bu musikiyle tanıştı. Gelecekte Türk dünyasının himni olacak Ertuğrul Türk kanı seslendirilir. yadda qalan şagirdlərimdən biri olacaq. Çünki bu il 11-ci sinifi tamamlayırıq artıq. Adnanın ilk solo konsertində hər birisi xoş gördük. Bir məktəb rəhbəri olaraq Adnanla fəxr edirəm və eyni zamanda Adnanı sevən sinif rəhbəri, Adnanın müəllimləri, Adnanın məktəbdə onu sevən yoldaşları bugün Adnanı tək buraxmıyorlar. Gələ bilməyənlərin ürəkləri Adnanın yanındadır. Və Adnan o qədər nümunəvi şagirddir ki, bütün müəllimlərin sevimlisidir, bütün məktəb üçün önəmli, fəxr edəcəyimiz bir şagirddir. Ona uğurlar arzu edirik. Adnanın planlarını da bilir ki, o Qazaxıstanda təhsilini davam etdirmək istəyir və ümid edirəm ki, bu təhsil onun üçün uğurlu olar. Və bu gələcəkdə düşünürəm ki, o da Azərbaycanımız üçün fəxr edəcəyimiz, Azərbaycanın
Belki de Qazaxstanda Azərbaycanı təmsil edə biləcək, qürurla ana biləcək bir şagirdimiz olacaq. Uğurlar arzu edirəm. Belə konsertlərin daha çox olmağını arzu edirəm. Çünki Adnan öz yolunu tutub artıq. Və bəzən Adnana baxanda mən fikirləşirəm ki, onda Azərbaycan qanı yox, onda ortaq türk qanı var ki, o bu qədər həm Qazaxstan, həm Qırğızistan, həm Azərbaycan hər birindən bir parça var Adnanda. Allah qorusun deyirəm və valideynlərinə təşəkkür edirəm ki, bəzən biz məktəblərdə çətinliyimiz orada olur ki, valideynlər övladlarını tanımır və onları inkişaf etdirməkdə o qədər də maraqlı olurlar. Amma teşekkür edirik sizə ki, nə gözəl ki övladınızı tanıdınız, nə gözəl ki övladınızı bildiniz ki, övladınız bu bacarığa sahibdir və siz bu bacarığın üzərində onu inkişaf etdirməyə çalışdınız. Mən sizdən xahiş edirəm, gəlin ən birinci Adnanın valideynlərinə bir əl çalaq burada ki, Çok sağ olun. Teşekkür ederim. Sağ olun. İndi isə başda çıxış edən bütün qonaqlara təşəkkürümü bildirirəm. Cənab Səfir Alim bəy, cənab Maqsad Mahmudxanov, gəldiyiniz üçün çox təşəkkürlər və çıxış edən məktəbimizin direktoru Gülanə xanım, sizə də dərindən təşəkkürlərimi bildirirəm. İndi isə Qırğızstanın Qırğız komuzu ilə birlikdə belə deyək, özümün bəstələdiyim bir musiqi səsləndirəcəm. mən gəlməliyəm, çünki hələ dünən Adnan əzizimiz məndən xahiş elədi ki, indi Aksaqulan musiqisini səsləndirmək, Aksaqulan musiqisini səsləndirəcək, amma dedi ki, əgər bu musiqi səslənəcəksə, biz mütləq şəkildə bunun tarixçəsini izləyicilərə ötürməliyik. Adnanı mən düzdür, çox uzun müddət tanımıram, qısa müddət tanıyıram, amma sizə əminliklə deyə bilərəm, sizə əmin edə bilərəm ki, o Türk mədəniyyətinə çox yaxşı bələddir və səy göstərir, çox
şövqlə çalışır ki, bu mədəniyyəti, bu incəsənəti Azərbaycanlılara da ötürsün, bütün türk dünyasına ötürsün ki, biz qədim türk adət-ənənələrimizi yenidən tanıyaq. Aksaq Qulan hekayəsi belədir ki, indi biraz onun fragmentlərini də görəcəksiniz proyektin vasitəsilə. Qədim dövrdə bu hekayə ümumiyyətlə bütün Qazaxıstanda və həmçindəki Asiyada tanınmış bir hekayətdir. Qədim Qazaxıstanda bir hökmdar olur və bu hökmdarın da oğlu xeyli cəsarətli, belə mərd igidlərdən biri olur və ovada çox maraqlı olur. Buna görə bir gün həmin şəhzadə atasından xəbərsiz gedir ova. Bir kulan sürüsünə rast gəlir. Mən kulan sözünün mənasını bilmirdim, gəldim adından soruşdum. Dedi ki, ceyran deməkmiş. Yəni ki, ova gedir, bir ceyran sürüsü ilə rastlaşır və onların içərisində bir aksaq kulan görür. Yəni ki, aksaq. Daha zəifdir, yəni onu vurmaq daha asan olacaq. Və beləliklə o bu aksaq kulanı öldürür. Aksaq kulanı öldürəndən sonra aksaq kulanın belə deyək, anası qəzəblənir buna görə və şəhzadəni gəlib əzir, beləliklə də öldürür. Vəhşi bir kulan imiş o da. Ancaq bu xəbəri bütün belə deyək ki, əmirlər, digər insanlar heç kim hökmdara çatdırmaq istəmir. Çünki hökmdar o qədər qəzəbli, belə çox əzazil bir insan imiş ki, deyib ki, kim ki oğlumun ölümünü mənə çatdırsa, onun ağzına qurğuşunu tökəcəm. Və belə də heç kim onun oğlunun ölümünü ona çatdırmayıb, ancaq bir gün bir qopuz ifadəsi gəlir. Şaman gəlir, yəni qopuz ifadəsi gəlir və başlayır onun qarşısında ifa eləməyə. Ancaq o qədər qəmli bir ifa olur, o qədər qəmli bir musiqi olur ki, şah artıq başa düşür ki, bu musiqi ilə ona bildirmək istəyirlər ki, sənin oğlun ölür. Nəticə isə o şaman öldürülmür səfərlərlə, düzdür. Şaman öldürülmür, amma həmin qopuzun ağzına qurğuşun tökürlər. Və beləliklə 6 simli olaraq tanıdığımız qopuz o gündən bu günə 2 simli qopuz olaraq tanınmağa başlayıb. Beləliklə söz Adnan Əmirlidir.
İndi isə yenidən Qazaxıstandan olan məşhur bir dastanın kiçik bir hissəsi səs verəcək. Dastanın adı Köroğludur. Bu musiqidə döyüşçülük olduğundan bəhs edir və hərəkətli bir musiqidir. Xalq şairi olan Maxamed Temizovun Men edim musiqisi səslənəcək. Bu musiqinin tərcüməsi mən idim. Yəni burada keçmişdə bir xan olur. Bu xan əzazil və qayda qanun tanımayan bir xan olur. Maxamed Temizov da bu xanı tənqid edərək bu şeiri yazır. Dinlədiyiniz üçün çox sağ olun. Burada konsert yekunlaşır. Növbəti konsertlərdə yenidən görüşərik. Sağ olun. Duyan ayaqlarınız, duyan kulaqlarınız, görən gözləriniz var olsun. Çox sağ olun ki, gəldiniz, iştirak edədiniz. Var olasınız. Uğurları bol olsun. Böyük səhnələrdən gəlsin.
Да. Это на конфеты детям. Вот. Tebrik ederiz. Ela isso. Bəli, klip adamına bu yola. Şey dayanmıyor. Birimiz verir. Bilmirik. Çok sağ olun, çok minnettarım. 500-neçinci ildən əvvəl? 552-ci 550. birinci Göytürk xanlığı ixtiro. Bu alət eramızdan əvvəl 552-ci ildə mövcud olmuş Göytürklərin dövründə ixtira olunur və müharibələrdə, döyüşlərdə bu alətdən istifadə olunur. Düşmənin psixologiyasını pozmaq üçün Göytürklər qırtlaq musiqiləri və bu kiçik aləti çalaraq düşmənin üzərində psixoloji bir baskı yaradıblar və bununla bir çox döyüşləri qazanmağa nail oldular. İndi isə bu tarixi, qədim musiqi alətini Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinə armağan edirəm. Çok sağ olun. Çok sağ olun, çok minnettarım. Çok sağ olun. Teşekkür ederim. Çok güzel ifade edildiniz ve çok değerlendiririk. Bu hediye de bizim için çok önemlidir. Bizim Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi için çok önemli hediye. Minnettarım.